Həmçinin gəlir ki, Əhməd ibn-i Muəzzəl Əbi Asimin məclisində olur və Əbu Asim onunla zarafat eləyir və elə zarafat eləyir ki, ona xəcalət verir. Yəni, insanların içində utandırır onu. Və Əhməd ibn Muəzzəl ona deyir ki, biraz ciddi ol canım. Allah səni ciddi yaradıb. İstehza eləmək, zarafatda həddi aşmaq cahillərin əməlidir. Və sonra Musa aleyhissalamın öz qövmünə olan cavabını gətirir ayəni. Ətəttəxidunə huzuvən qalə əuzu billahi ən əkunə minəl cahilin. Onlar Musa aleyhissalam onlara deyəndə ki, Allah əmr elədi ki, bir buzov kəsəsiz. Onlar deyirlər ki, sən bizi ələ salırsan. Musa aleyhissalam nə dedi? Əuzu billah ən əkunə minəl cahilin. Yalan danışmaqdan, zarafatda həddi aşmaqdan, istehza eləməkdən və cahillərdən olmaqdan Allaha sığınıram. Bu ayəni gətirir. Və o zarafat eləyən, xəcalət verən peşman olur və sonra gəlir oturur onun yanında. Əməlini başa düşür və qardaşı da onu əff eləyir.